Hörmətli futbol sevərlər, sizi Misli Premyer Liqasının 32-ci turunda yaşanan mübahisəli hakim qərarları və VAR müdaxilələrinin təhlilinə dəvət edirik. Bu buraxılışda qarşılaşmalar zamanı verilən qərarları, VAR protokoluna uyğun aparılan yoxlamaları və oyun qaydalarının tətbiqini epizodlar üzərindən birlikdə nəzərdən keçirəcəyik. İndi isə turun ən çox müzakirə olunan məqamlarına və hakimlərin qəbul etdiyi qərarlara birlikdə baxaq. Qarabağın oyuncusu rəqib qapıcı ilə havada top uğrunda mübarizədən sonra zədələnərək yerdə qalır və hakim oyunun davam etməsinə işarə verir. VAR hakimi mümkün penalti epizodunu yoxlayır və müəyyən edir ki, Qarabağın futbolçusu topa başla zərbə endirdikdən sonra İmişlinin qapıcısı topa gecikərək rəqibin baş nahiyəsinə əli ilə zərbə endirib. Təmas baş nahiyəsinə və mübarizə şəraitində olduğu üçün bu müdaxilə düşüncəsiz hərəkət kimi qiymətləndirilir. Bu səbəbdən VAR hakimi baş hakimi epizodu monitorda yenidən izləməyə dəvət edir. Epizodu təkrar izlədikdən sonra hakim İmişli komandasının qapısına penalti təyin edir. Zirənin oyuncusu rəqiblə top uğrunda mübarizə zamanı yerdə qalır və hakim oyunun davam etməsinə işarə verir. VAR otağı mümkün penalti epizodunu yoxlayır və müəyyən edir ki, Sumqayıtın futbolçusu sürüşmə fəndi zamanı topa toxunmadan rəqibin ayağına zərbə endirir. Bu müdaxilə nəticəsində Zirənin oyuncusu yerdə qalır. Qayda pozuntusu cərimə meydanı daxilində baş verdiyi üçün VAR baş hakimi epizodu monitorda yenidən izləməyə dəvət edir. Epizodu təkrar izlədikdən sonra hakim Sumqayıt komandasının qapısına penalti təyin edir. Zirənin oyuncusu rəqib qapısına zərbə endirdikdən sonra qapıcı ilə toqquşur və bu toqquşma nəticəsində zədələnərək yerdə qalır. Baş hakim epizodda oyunun davam etməsinə işarə verir. VAR otağı mümkün penalti epizodunu yoxlayır və müəyyən edir ki, Zirənin futbolçusu topa başla zərbə endirdikdən sonra Sumqayıtın qapıcısı topa oynamaqda gecikərək rəqibin baş nahiyəsinə əli ilə zərbə endirir. Təmas baş nahiyəsinə və mübarizə şəraitində olduğu üçün bu müdaxilə düşüncəsiz hərəkət kimi qiymətləndirilir. Qayda pozuntusu top meydanı tərk etməzdən əvvəl baş verdiyinə görə VAR hakimi baş hakimi epizodu monitorda yenidən izləməyə dəvət edir. Epizodu təkrar izlədikdən sonra hakim Sumqayıtın qapısına penalti təyin edir. Sabahın oyuncusu top oyunda olmadığı anda aqressiv şəkildə topu rəqib komandanın texniki zonasında əyləşən rəsmi şəxsə tərəf atır. Bu hərəkət təcavüzkar davranış kimi qiymətləndirildiyi üçün hakim futbolçunu birbaşa qırmızı vərəqə ilə cəzalandırır.